İşğaldan azad edilən ərazilərə böyük qayıdış prosesi davam etdirilir. ARB 24-ün əməkdaşı xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinə 22 ailə, daha dəqiq desək 102 nəfər köçürülüb. Ailələr Respublikanın müxtəlif ərazilərində əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış sakinlərdən ibarətdir. Doğma yurda qayıdan sakinlər Azərbaycan torpaqlarını işğaldan azad edən Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərə minnətdarlıqlarını ifadə edib. Vətən uğrunda canlarından keçən şəhidlərə rəhmət diləyiblər. Axı niyə olduğun Xankəndin belə düşmənə inanıb yığdıq sinənə. Öz doğman ev yox, düşüb çöllərə, dığalar darğalıq edərdi sənə. Bunu 92-ci ildə yazmışam, indi yazmamışam. İndi də deyirəm, şükür sənin böyüklüyünə, ya Rəbbim, ya Rəsulallah. Allah hamını şad eləsin, biz də onun içində. Həmişə vətəni qorumaq lazımdır, vətəni. Pis günündə də, yaxşı günündə də vətəndə olmaq lazımdır. Uzun müddətdir gözlədiyimiz ana gəlib qovuşduq. Çox sevindirici bir haldır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. O biri məcburi köçkünlərimizə də vətəninə, öz vətənlərinə köçməyə arzu edirik. Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyətinin Rumıniyanın Cluj-Napoca şəhərinin vitse-meri Dan Ștefan Tarçeya ilə görüşü keçirilib. Söhbət zamanı Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Rumıniyanın ikinci böyük şəhəri Cluj-Napoca arasında əlaqələrin qurulması və inkişafı birgə layihələrin həyata keçirilib.